Hər vaxtınız xeyir olsun. Bugün çox tez başa gələn sadə ərzaqlardan yumuşaq tort hazırlayıram. 2 stəkan unun üzərinə 1 paket kabartma tozu, 2 xörək qaşığı kakao əlavə edib quru ərzaqları qarışdırıb kənara qoyuram. 3 ədəd yumurtanın üzərinə 1 stəkan şəkər tozu əlavə edib bunları həll olana qədər qarışdırıram. Üzərinə 100 ml bitki yağı, 1 stəkan qatıq əlavə edib bunları da qarışdırıram. Qatığı əlavə etdiyim stəkanın ölçüsü 250 ml-dir. Üzərinə un, kakao, kabartma tozu əlavə edirəm. Bunları da tam həll olana qədər qarışdırıram. Xəmir hazırdır. 22 santimlik qabın içərisinə yağlı kağız yerləşdirmişəm. Xəmiri qaba əlavə edib 180 dərəcədə 30-40 dəqiqə bişirirəm. Biskvit soyduqdan sonra hissələrə ayırıram. Üzərinin əyrisini həm düzləşdirirəm, həm də üzəri üçün ovuntu edəcəm. 4 hissəyə ayırdım mən. İstəsəniz 3 hissəyə də ayıra bilərsiniz. Biskvitlərdə hissələrə ayırdıqdan sonra başlayıram krem hazırlamağa. Kremi də çox sadədir. 500 qram xamanın üzərinə vanilin, 1 banka qaynadılmış süd əlavə edib qarışdırıram 2-3 dəqiqə. Bu qədər krem də hazırdır. Çox asan hazırlanan bir kremdir. Krem də hazır olduqdan sonra başlayıram tortu yığmağa. Biskviti qaba yerləşdirib hər qatını kremləyirəm. Bu krem bu torta çox yaraşır. Həm tez yumşaldır, həm də çox dadlı edir. Tortun hər tərəfini kremlədikdən sonra üzərini və kənarını ovuntu ilə örtürəm. Tort hazır olduqdan sonra 4-5 saat saxlayıram. 4-5 saat saxladıqdan sonra xamalı krem olduğu üçün tort çox tez yumuşalır. Tortu dilimlərə ayırıram. Tortun hazır şəklinə də baxa bilərsiniz. Sadə ərzaqlardan çox tez hazırlanan, çox dadlı, yumuşaq tort alınır. Asan, dadlı tort istəyirsinizsə, bu resepti hazırlayıb mütləq yoxlayın. İnanın ki, dadını çox bəyənəcəksiniz. Çox gözləməyə də ehtiyac yoxdur. Tortu bişirdiniz, soyduqdan sonra kremləyib 4-5 saat gözlətdikdən sonra istifadə edə bilərsiniz. Bəyəndinizsə hazırlayıb siz də yoxlayın. Hazırlayacaq olanlara öncədən nuş olsun. Videonu izləyib rəy yazan hər kəsə çox təşəkkür edirəm. Yeni videolarda görüşənədək sağ olun.
İkinci reseptimde sobasız, miksersiz, karıştırdığınız kabda da pişirebileceğiniz çok asan şokolatlı pirog reseptidir. Tavaya yarım stəkan şeker tozu, 2 adet yumurta, 100 ml süt, 100 ml bitki yağı, 1 çimdik tuz əlavə edib karıştırıram. Şirin sevirsinizsə şeker tozunu yarım stəkanda artırabilirsiniz. Üzerine 2 börek kaşığı kakao əlavə edib bunu da həll olana qədər qarışdırıram. Üzerine 1 stəkan un, kabartma tozu, vanilin də əlavə edib ələkdən keçirdib quru ərzaqları da həll olana qədər qarışdırıram. Xəmir də hazırdır. Çox gözəl xəmir alındı. Qapaqla ağzını örtüb vam ocaqda 30-40 dəqiqə bişirirəm. 40 dəqiqə bişirdim mən. Çöplə yoxlayıram. Çox gözəl bişib. Yeniden qapaqla ağzını örtüb şirə hazırlayıram. Şirə üçün südün üzərinə qatlaşdırılmış süd əlavə edib qarışdırıb piroqun üzərinə əlavə edirəm. Piroq şirəni canına çəkənə qədər üzəri üçün glazur hazırlayıram. 70 gram şokoladın üzerine 2 xörək kaşığı süt, 1 xörək kaşığı bitki yağı əlavə edib parın üzərində əridirəm. Şokolad da əridi hazırdır. Piroqun üzerine əlavə edib piroqun hər tərəfinə çəkib qoyuram. Piroq tam soysun. Piroq tam soyduktan sonra dilimlərə ayırıram. Piroqun hazır şəklinə də baxa bilərsiniz. Sobasız, miksersiz, inanın ki, çox asan, çox dadlı piroq alınır. Sadəcə bütün ərzaqları qarışdırıb eyni qabda qoyursunuz bişsin. Çayınız dəmlənənə qədər hazır olur. Piroqun hazır şəklində də baxa bilərsiniz. Çox gözəl, bol şokoladlı şirniyyat alınır.